Herkese salam uşaqlar, nətərsiniz, sabahınız xeyir. Bugün dərs rutinim çox ağırdı. Düşünün də, planşeti belə şeyə qoymuşdum, söndürmüşdüm ki, yuxumu ala bilim. Normalde bugün məktəbə gedəcəkdim. Deyəsən imtahanlar falan başlayıb, şifahi imtahanlar. Bizim məktəbdə şifahi imtahanlar heç bir zaman əski olmaz. Dünən proqrama baxdığıma görə bugün ingilis dilində şifahi imtahanımız var imiş. Müəllim mənə deyir ki, istəyirsənsə gəl ya, istəyirsənsə gəl sənə bir şifahi imtahan eləyim, ondan sonra çıx get. Yazmayla o qədər qarışdırıram ki, bir dəqiqə buranın da ekran parlaqlığı mənə artıq özümdən alır, yəni o dərəcə nifrət edirəm artıq. Evet, bugün proqramda ingilis dili var. İngilis dili müəlliməmin yazdığı mesajı bura qoyacağım uşaqlar. Özünüz də görərsiniz də deyir belə. Canım mənim. Nəysə. Bu arada biraz səsim qəribə bulanıq falandır. Çünki xəstələnmişəm. Allah mənə bəlamı verdi zaten. Sonunda verdi yəni. Soyuq dünən çimdim. Yəni soyuq suyun altına girib 3 saat, daha doğrusu deyəsən 2 saat falan çimmişəm. Mən 23:00-da falan girdim. 1:00 idi mən çıxanda, yəni düşünün 2 saat olub. 2 saat olub artıq. Və mən tezcə girdim yerimə, yatdım. Amma yatı da bilmədim. Boğazımın ağrısı nə tərmə şey eləyirdisə, yəni hələ indi biraz boğazım ağrıyır, amma orta dərəcədə, yəni çox pis deyil, çox pis ağrımır yəni boğazım. Biraz ağrıyır, amma keçib gedər deyə düşünürəm. İnşallah təbii ki. Bugünkü proqramda ingilis dili var. Bugün məktəbdə ingilis dilində şifahi imtahan var idi. Mən getmədim. Müəllim mənə deyir ki, istəyirsiniz gəlsin bir şifahi imtahan edeyim, ondan sonra çıx get. Mən dedim ki, mən məsələn məşğul olam, nə bilim bəhanələrim falan var deyə şeylədim. Yəni belə. Bu arada bildiyiniz kimi mən ingilis dilindən Interreg imtahanından şey almışam, imtina eləmişəm. Interreg imtahanına, Interregə məktub yazmışam və məktubum razılaşıb və məni imtahandan çıxartdılar. Yəni mən imtahan verməyəcəm. 10 iyul 2026, yəni stres çəkməyəcəm ki, görək xoşbəxt mi olacam, yoxsa şey mi olacam. Yəni çox şükür bu imtahanlardan da birazcıq qurtuldum yəni, çox şükür yəni. Atəyə də deyərəm ki, AT imtahanı ləğv ediblər, bilmirəm niyə. Kafadan atarıq. Ayda darıxmışam, neçə aydır sanki video çəkmirəm be. Darıxmışam həqiqətən. İndi Allah bilib mən bu videonu buraxılışdan sonra yayınlayaram yəqin ki, ya da blokdan sonra, bilmirəm. Bugün günlük rutinim və study qrupum, study dərslərim çox ağırdı. Aşırı dərəcədə ağırdı. İngilis dili müəlliməmin yazdığı mesajı əlbəttə ki, bura qoyacağım. Ya da elə gəlin planşetdə göstərim. Planşetdə WhatsApp açıqdır zaten. Öncə bu planşeti açım çünki dünən bildirişlər falan gəlir. Mənim hesablarımı pozurdu. Və planşet açılır. Bu açılış ekranını siz görün məncə. Niyə amma? Səbəbi nə daimsiniz? Niyə görsünlər də? Yoxudular. Var da məncə. Resmen biraz şey deyirəm. Artıq bu passwordu göstərə bilməm. Password çox özəl bir insan var. Password çox özəldir. Bir dəqiqə. Ay mən Touch ID-ni qoymaq istəyirdim. Touch ID mesaj gəldi. Baxın. Touch ID request to iPhone, iPad passcode. iPad restart. Açdım və getdik. Bu arada planşetin zaretkası azalıb. Heç dünyadan xəbərim yoxdur. Qış gəlir, qış gəlib əslində indi quşlar köçməyə doğru gedirlər, köçürlər. Bu arada bildiriş. Evet, deməli planşeti iPad deyirəm. Niyə hər kəs buna iPad deyir? Mən planşet deyəndə daha yaxşı olur məncə. iPad deyəndə biraz bahalı şey çıxır, amma planşet deyəndə yenə də eyni şeydir də yəni. İşte burada Süreyya müəllimə və Ayda iPad'də belə bir problem var ki, əgər mesajlarınız signed olmadıqdan sonra mesajlarınız görünmür. Gərək mən sizə
telefondan mesajın SS'ini çəkim, qoyaram böyük ehtimalla bunu, yadıma salarsınız ya da salmarsınız, mənim özüm yadıma düşər, qoyaram. Deməli, bugün ikinci hissədən başlamalıyam. İkinci hissədən tək questionlar, making up spelling testlərdə zəifliyim olduğunun fərqinə vardım və müəlliməm mənə çox sağ olsun ki, preposition'ın hamısını işlətməyə də verdi. Mən də bugün bütün gün oturub preposition işləyəcəm. Prepositionlar çox deyil əslində uşaqlar, yəni abartmayım, amma həqiqətən də çoxdur. Əslində çoxdur, həqiqət çoxdur yəni. Ay mənim hamısı çox deyil, bunların hamısını nətər eləyəcəm? Acıma da yox deyil müəllimə bizdə. 293 dənə test verib, 293-ünü də işləməliyəm, yoxsa bitər mənim həyatım, karyeram. Bu arada məndə birinci, ikinci hissələr 2023-cü ilin nəşr edir, 2025 amma özümə şey görmədim, gərək duymadım yəni. Bir də definitionlarda nüansda, definitionları bugün çox işləyəcəm. Definitionlar çox düşür, aşırı dərəcədə. İqzometri sentenslərdə çox belə problemim yoxdur. İqzometrini qoyacam bir qırağa, İqzometrini çox işləməyəcəm. Deməli, making up sentenslər şeydədir uşaqlar. Birinci hissədə, yox, buradaydı, bir dəqiqə gördüm axı. Making up sentenslər deyirəm də. Hə, making up sentence, completing sentencelər. Və 63-dən 81-dədir. Question words. This is the question has a model equivalent. Disconnective question. Disjunctive question. Yəni tək questionların bir fərqi kimi bir şeydir bu da. İngilis dili dəftərimi götürürəm və sizə dünənki işlədiyim sınaqları göstərmək istəyirəm, amma bir tapa bilsəm, hə, buradaymış. Tutduğum dəftərə baxın, 120 vərəqdir, 120 vərəq. Qrammatikadan başlamışam, readingə başladım artıq. Burada masterclass'ın 11-ci sinif İngilis dili sınavını işləmişdim. Ay Allah, çox çətin düşür. Masterclass'la güvən, özünüzə gəlin. Biz 11-ci sinifiyik. Sizin imtahanlarınız dimdən daha rahat, dözüm ölür. Burada küçük bir isyan ediyorum. OTK-nın İngilis dilisini puanlasam uşaqlar, OTK-nın İngilis dilisi çox rahatdır məncə. Şəxsən mən OTK-nın İngilis dilisini çox bəyənirəm. Həqiqətən çox qəşəngdir. Ona görə 25 fevrala imtahan bileti alacağım və OTK-ya gedəcəm inşallah. 300 ya da 250 plus istəyirəm. Burada da 3 Mart İngilis dili işləmişdim. Yəni burada listeningdən özümü söyləmək istəyirəm ki, necə bu orada completing sentence deyir, sən götürüb become a present yazmışsan. Become a present nə əlaqəsi var artıq orada? Reading'i full yazmışam. Reading'dən yazdığım esse, yəni tam da məyarlara uyğun idi. Yəni tam da bir ballıq esse idi. Nətər yazmışam, oxuyum. In my opinion, Azerbaijan is the most country. Azerbaijan is a competition of old and new, modern and ancient, and our country has deep historical roots. Yəni kökləri belərdə historical'a bağlanır. Nəysə. Orada 11-ci sinif dərsliyində, readingdə 11-ci sinif, readingin elə bir 28-in 27-in 28-in sualı İngilis dili 11-ci sinif dərsliyinə bağlanır. Həqiqi deyirəm, elədir yəni. Çünki mən İngilis dili 11-ci sinif dərsliyinə baxdım, orada eynisi düşmüşdü. Eynisi yəni. Demək ki, dim nağayırır, dərsliklərdən də salmağa başlayır. Yəni, böyük ehtimalla keçən il salmadılarsa, bu il mütləq salacaqlar. Ona görə 11-lər, dərslik 11-ci sinif dərsliyini artıq bir başlayın, yəni bir oxuyun. Yəni, nümunəviz olsun belə, bazavuz olsun, baza götürün. Çünki essay, bəlkə də essay oradan bir dənə mətn təsadüfən random bir mətndən götürəcəklər. Sizi salacaqlar, deyəcəklər ki, buna bir yaz, yəni. Ne yapmayı düşünüyorsunuz kardeşim? Ne yapmayı düşünüyorsunuz? Yani belə üsyan elədim. İndi üsyanları bir kənara buraxıb məncə TikTok ilə Instagramı silməlisiniz artıq. Çünki imtahanınızda çox az bir müddət qalıb. Şəxsən mən TikToku bağlamayacağam, amma onu şey eləmişəm mən. Require and Face ID, yəni Face ID ilə nasıl biləcəm? Yəni gizlətmişəm ki, mən gizlətmişəm elə bilirəm ki, mənim TikTokum yoxdur, bildirimlər də gəlmir, heç nə də gəlmir. İstədim modunda telefon zaten.
Heç bir problemi. No problems yəni. Not problems. Amma masterclass-ın ingilis dilisi çox çətin idi. Həqiqi deyirəm, aşırı dərəcədə çətin idi. Masterclass burada sənə deyirəm, ingilis dilini biraz rahat saldan niyə çətin sayırsan anlamıram. Tüya nə qədər zorlandım mən bunu yazanda. Özüm söyləmiş kimi hiss elədim. 25-də 30 da qrammatikaya görə gəlib. Allah qrammatikaların bəlasını versin. Article düz yazmışam. Article çox. Ayda quantifier'da özüm elə bilirəm quantifier zülümdür. Sonra mən onun çoxlu sınaqları işlədim. Sonra gördüm ki, demək ki, mənim əsas məqsədim, mənim əsas yanlışım şeymiş. Bir mövzunu işləyəndən, oxuyub bitirəndən sonra çoxlu sınaq işləməməymiş. Mən bunu bir şeydə denədim. Tenses formslarda denədim. Həqiqətən işə yaradı. Yəni bir cümlə ilə deyə bilərəm ki, hər şey işə yaradı. İngilis dilindən tens formlarım da var təbii ki. Müəllim yəni verdiyi şeyləri deyərəm mən sizə. Burada bu mesajı qoyacağam. O heç. Bu mesajı qoyacağam. Müəlliməmin o mesajını bura qoyacağam. Baxarsınız. Görün nə qədər tapşırıq verib. Sabah təhvil verib. Yəni dünən dediyi şey demək bu günə istəyir. Bu günə təhvil verməliyəm. Yəni belə uşaqlar. İmtahanımıza az qalıb. Bu arada mən 15 Martda mən 2-ci zonayam. Ən şanssız zona yəni. Düşünün də. 9 Mart olsaydım yenə cəhənnəm. Zaten bazar ertəsi verəcəklər imtahanı. Mən bazar günü, onlar bazar ertəsi. Yəni düşünün. Çox qərib bir hissdir. Şəxsən özümlə qürur duymuram. Özüm söymək istəyirəm. Özümü batırmaq istəyirəm ki, niyə 2-ci zonada? Yəni bizim məktəb normalda 2-ci zona zad olurdu. Hə. Nəysə, yenə bizim məktəb 2-ci zonada, amma mənlə bərabər qrup yoldaşlarımın %25 ilə 50% onlar da 2-ci zonadır. Bəlkə yarısı bir də var, amma 2 çoxdur bu arada. 2 çox dəqiq deyirəm, çoxdur. Sumqayıt yenə 2-ci zonadır. Onun ikinci hissəsi 2-ci zonaya düşüb. Birinci hissəsi isə birinci zonaya. Adı üstündə belə. Təxmini bildiklərimə görə 2-ci zonada qrup yoldaşım, daha doğrusu dostum olan deyəsən Əli 2-ci zonaydı, Şəms 2-ci zonaydı, Günəş 2-ci zonaydı, mən 2-ci zonayam, başqa yox, Rüfətlə Məsin 1-ci zonadılar, amma Şəms, Əli, mən, Günəş 2-ci zonayıq. Ən şanssız zona bizə düşüb. Ona görə uşaqlar bilirsiniz ki, 2-ci zonada hər şey biraz daha çətin düşür. Ona görə 2-ci zonaya yəni biraz daha qəliz düşür. Ona görə biraz eləməliyik, çox oxumalıyıq təbii ki. İnşallah istədiyimiz yerlərə qəbul olarıq. İnşallah bu videonu gələn dəfə A2-ya gedirəm. A2 vlog olaraq dəyişdirərəm. İnşallah. Düzüm, mən bu videoları sonra yayımlayacağım. Yəni onda böyük ehtimalla mən inşallah A2-ya qəbul olmuş olaram artıq. Yəni yetər. Hansı ixtisas gəlsin, tibb deyəcəm, stomatoloq deyəcəm, cərrahlıq deyəcəm. Yetər artıq, yetər. Üsyan elədim. 25-ə 30 yazanda müəlliməmin beyninin söndüyünü və siz görməliydi. Burada narahat olmayın. Müəlliməmin beyni yəni çox pis əsəbləşmişdi. Deyəsən yanımda olsaydı mən çırpıb eşək sudan yanıyım çırpıda bilərdim. Nəsə. Bugün kimya dərsim var, bir də ingilis dərsim var. İngilis dilindən ev tapşırıqlarını yönləndirib müəllim yoxlayıb yönləndirib məni. Yəni təbii ki, müəllimə deyib ki, yoxlayıb göndərirsən, səhvlərinə də baxırsan təzədən. Dedim baş üstə mən baxaram. Səhvlərimə də baxaram, düzlərimə də baxaram. Deyək ki, sonra sınaqlarda çox işləyəcəm təbii ki. Listeningə qulaqlarım alışmalıdır. Listeningdən bir dənə səhv çıxartdım. Qrammatikadan 4 dənə səhv. Etdi sənə 5 səhv. Reading full. Belə. Azərbaycan dilinə yazsaydım, okey, razılaşardım. Azərbaycan dilinə zaten mətin 75 bal verir. Qrammatikada bir 30 nümunə neçə bal zad verirsə, yəni ona görə çox belə eləmirəm. 25 bal verir deyəsən, ya da 35 bal. 25 verər yəqin ki, böyük ehtimalla. Değil mi? 75 mətin verir. 20-25-də verir də qrammatika. Hə.
Okay, mən zaten Azərbaycan dilindən 30-da 27 plus gözləyirəm. İngilis dilindən soyuqsaz 25 plus mənim indi yığdığım 25-dir. Amma 26 olsa ağlayaram. 27 də olsa ağlayaram. Əslində mənim hədəfim 30-da 30 ingilis dilindən, amma niyə 25-də belə oldu bilmirəm. İnşallah 10 martın sınavını işləyəndə yəni inşallah yaxşı olar deyə düşünürəm. Çünki bərbad bir nəticədir. 25-də 30 özü düşünün. Yəni mən ingilis dilindən. Nəysə uşaqlar, bu videonu da burada dayandırıram. Yəni bu videonu da burada bitirirəm. Mən gedirəm dərs oxumağa. Sizlər də dərs oxuyun. Yəni